Xahişim budur ki, diqqətlə qulaq asasınız. Dəhşət bir dənə ayədir. Şeytanın axirətin günündə son deyəcəyi söz. Bunu deyəcək, daxil olacaq cəhənnəmə. İbrahim surəsinin 22-ci ayəsi. İş bitdikdən sonra şeytan deyəcək: həqiqətən də Allah sizə gerçək vəd vermişdi. Doğru vədi verən sizə Allah idi. Mən də sizə vəd vermişdim. Şeytan deyir: lakin mən vədimə xilaf çıxdım. Aldatdım sizi. Mənim sizin üzərinizdə heç bir hökmranlığım yox idi. Yəni mən sizə məcbur bir işi gördürə bilməzdim. Mənim ona gücüm yox idi. Etiraf edir ha şeytan. Mən deyir sizi azğınlığa dəvət elədim. Siz nə etdiniz? Deyir dəvətimi qəbul etdiniz. Mən dəvət elədim, siz dəvətimi qəbul etdiniz, gəldiniz. Heç düşünmədiniz ki, bu getdiyim yol nə yoldur? Mən hara gedirəm? Sizi məcbur eləmədim. Yandıranı bu deyə. Buna görə də deyir məni yox, özünüzü qınayın. Mən sizə nə eləmişəm ki? Məcbur eləməmişəm ki. Mən dəvət eləmişəm, siz gəlibsiniz, gedin özünüzü qınayın. Görün insan orada nə hala qalacaq. Axirətin günündə. Bu bədbəxt şeytan öz halına bir şey eləyə bilmir ha. Qaldı ki biz orada kömək eləsin. Son sözlərini orada deyir. Günahı elətdirir. Biz günah edəndə deyir ya, Allah şeytana lənət eləsin, məni azdırdı. Şeytan bilsin nə deyir? Ya mənə lənət oxumayı. Ged özünə lənət oxu. Mənə niyə lənət oxursan? Mən dəvət elədim də sən gələn. O günahı eləyən sənsən, mən səni məcbur eləmədim ki. Səni əlindən tutub günaha aparmamışam ki. Dəvət eləmişəm ki, bu günahı elə. Sən də gəlibsən, könül xoşluğu ilə. Mənə niyə lənət oxuyursan? Ged özünə lənət oxu. Ged özünü qına. Şeytan belə də deyəcək. Sonra deyir ayənin davamı. Deyir, nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz axirətdə. Heç şübhəsiz, mən əvvəllər də sizin məni Allaha şərik qoşmağınızı rədd etmişdim. Gör nələri etiraf edir. Siz mənə Allaha şərik qoşurdunuz. Mən rədd edirdim ki, mən Allah deyiləm. Sən deyir, mənə fikir vermirdin. Gör şeytanın hiləsinə bax. Həqiqətən, zalimlar üçün üzücü bir əzab hazırlamışdı. Allah bizi bu dünyada olarkən bu ayəsi ilə ayıldır. Ki, bəhanəmiz olmasın da, biz bəhanə sevən millətik. Ahirətdə deməyək ki, Allahım bilmirdim. Ya Rəbb, mən nə bilim şeytan məni alladır. Mən inandım. Allah tezə ayəni göndərmişdim də. Şeytan bu dediyi sözləri mən Quran-ı Kərimdə 1400 il əvvəl sənə bəyan eləmişdim. Bax, belə olacaq ha. Səni